Xəyalə xanımdır. Alo. Hay can. Aygül. Bəli. Bilirsən, səninlə görə çox istəyirəm. Yox, bilmirəm. Maşallah, maşallah, göz dəyməsin. Yenə də gözəlsin sənin kimi. Çox sağ olun. Xəyalə xanım. Hay can. Canınız bir bəla. Sizcə ailədə hegemonluğu kim etməlidir? Bax, qonaqlarımıza bəlkə sualınız var. Bəlkə qonaqlarımızı salamlayıram. Çox sağ olun. Bayramlarını təbrik edirəm. Süfrələri ruzili olsun sizlə belə. Arif müəllimi də çox sevirəm. O da başqa aləmdir. O da sizi çox sevir, Xəyalə xanım. Suala keçmək istəyirəm. İlhana xanım da çox istəyirəm, qoy o da deyim. Samiləri də salamlayıram, bütün heyəti, hamını bir sözlə. Mən bugün xalamın ad gündür, bir də onu təbrik eləyin də, nə olar Xəyalə xanım? Başda. Ay başı, gəlişdə, nə bu mövzuya? Başda canım cəhərim. Bizdə böyük qeynanamdır, ikinci yoldaşımdır. Sonra bizlikdə yavaş-yavaş. Belə. Başa düşmədim. Evdə sizdə hegemon qaynananız. Aha, hegemon deyəndə pis çıxmaz be, yaxşı qadın. Yəni hegemonluq edir qaynananız, yəni rəhbərlik edir qaynananız. O məsələn fikirlərini deyir, necə deyim, davadalaş kimi yox da, belə yaxşı mənada. Və yoldaşınla sənin münasibətdə bu təsir etmir ki? Yox, qəti. İnan ki, necə deyim, öz mamam kimi bax elə. Nə deyir, baş üstə. Dayı çevirim, ava salım, neyniyim, yox. Çox yaxşı. Qəti. Çox gözəl. Peki yoldaşım yaxşı olsun, 10 ürəyincə olsun, niyə çevirim?